İnsan özünü düzəltməkdən ötürü ilk addım, nəfsini paşlamaqda ilk addım və müqəddimə tövbə və istiğfardan başlayır. İnsanın qəflət və nadanlıq üzündən heyvani və nəfsani istəklərin nəticəsində günaha bulaşır və çalışmalıdır ki, tövbə eləsin və elədikləri günahlardan çəkinsin. Və bu günahlardan tövbə eləməkdə gərək insan səhlənkarlıq eləməsin. Tövbənin ilk şərtlərindən biri budur. Səhlənkarlıq olmasın. Belə bir deyim var, bizdə çox gözəl bir deyimdir. Bugünün işini sabaha qoyma. İbadi məsələlərdə də bu cürdür, qeyri-ibadi məsələlərdə də bu cürdür. Xüsusən ibadət məsələlərində gecikəndə və səhlənkarlıq olanda nəfs özü də inatkarlıq eləyir və tuğyan eləyir, insanın özünü düzəltməkdə çətinlik yaradır. Şeytan vəsvəsələr ki, insana bu cür deyər, tələsmə, sabahların özünü düzəldərsən. İnsan qarşısına bir məqsəd qoyanda təcrübə eləsə görər. Qarşısına bir məqsəd qoyur, sabahdan bu işi artıq görməyəcəm və yaxud da sabahdan bu işlə məşğul olacam. Görürsünüz, necə çətin alınır. Sanki digər bir maneələr qarşıya çıxır və insanın əlindən tutur və qoymur o işi görməyə. Bu şeytanın insana həmlələridir. Ona görə hədislər bizə bunu çatdırır ki, bir iş görəndə demə sabah görəcəm. Qəlbinə gəldi, zehninə gəldi, başda o işi görməyə. Görürsünüz, bəzi insanlar din əhli deyirlər, namaz əhli deyirlər. Deyəndə namaza gəl, dinə gəl, deyir, vaxtı gələndə gələcəm. Qoy bir neçə il keçsin, gələcəm. Belə insanlar şahid olmuşuq və dünyadan köçüblər tövbəsiz. Ona görə ayə və hədislər bizə çatdırır ki, ölüm sizə gəlməmiş, əməllərinizdən peşman olun və çəkinin, tövbə edin. Demə tövbə edərəm, başda tövbə eləməyə. Quranda Yusuf surəsində var və filmində izləmişsiniz. Yusufun qardaşları Peyğəmbəri quyuya tulluyurlar. Qardaşlardan bəziləri deyirlər ki, etdiyimiz iş düzgün deyil. Digər qardaşlar deyir, heç narahat olma, tövbə edərik, atamız Yaqubdan eşitmişik. Allah tövbələri bağışlayandır. Baxın, Quranda var ayəsi, Allah onların tövbəsini gecikdirdi, 40 il. 40 ildən sonra Yaquba yaxınlaşdılar, dedilər, ata bizim bağışlanmağımız üçün Allahdan istə. Həzrəti Musa əleyhissalamın həyatına baxın, bir ömür Fironla mübarizə aparıb. Firon Allahlıq iddiası eləyirdi. O zaman ki, suda qərq olanda bir kəlmə işlətdi. Dedi, Musanın Allahından başqa bir Allah tanrı yoxdur. Amma Allah onun tövbəsini qəbul eləmədi. Çünki ölüm zamanı olunan tövbənin insana bir faydası olmaz. Və hədis bizə, ayələr bizə bunu çatdırır ki, vaxtında olunan tövbə digər tövbələrdən daha üstündür. Və insan çalışa tövbə eləyərkən səhlənkarlıq eləməsin. Allah Nisa surəsində buyurur, kimlərin tövbəsi qəbul olar, kimlərin tövbəsi qəbul olmaz. Nisa surəsinin 17-ci ayəsində Allah bu cür buyurur. İnnəmət tövbə ələllah lilləzinə yə'məlunəs-su bicəhalətin sümmə yətubun min qaribin fəulaikə yətubullah əleyhim. Allah yanında o insanların tövbəsi qəbul olar ki, nadanlıq üzərindən pis iş görəndə tövbə eləsinlər.
Bəs kimlərin tövbəsi qəbul olmaz? Arxasınca ayə Nisa 18-də bu cür buyurur. Günah iş görməklə davam eləyər və bu cür deyər. İnni tubdul ən. Mən indi tövbə elədim. Vələllezine yemutuna və hum kuffar. Bu cür deyənlərin və kafirlərin tövbəsi qəbul olmaz. Ulaika a'tadna lahum azaban alima. Onlar üçün şiddətli bir əzab verərik. Ayə bizə onu çatdırır ki, ölüm anında insanın tövbəsi qəbul olmaz. Sən vaxtında tövbəni elə və Allah sənin tövbəni qəbul edər. Ona görə insan çalışa bu günün işini sabaha qoymuyor. Tövbə dedikdə təkcə bu nəzərə gəlməsin ki, insan yalnız günahlar müqabilində tövbə edə bilər. Əgər başlamaq istəyirsən, yüngülündən başla. Pis vərdişlərdən başla tövbə eləməyə. O rəftarlar ki, səndə var və insanlar bunu bəyənmirlər, ondan başla tövbə eləməyə. Məsələn, kobud bir insansan, acı dillisən və tez-tez insanların qəlbinə toxunursan. Başla deyir bundan tövbə eləməyə. O pis vərdişlər ki var səndə və sənə mənfiliklər gətirir, başla ondan tövbə eləməyə. Tövbə o demək deyil ki, yalnız günah zamanı tövbə olunsun. Həzrəti Peyğəmbərin həyatına baxsaq, gündə 70 dəfə bu zikri deyərdi. Əstəğfirullah Rəbbi və ətub ilə. Peyğəmbərin günahı yox idi. Bunu deməkdə biz ümmətə gətirib çatdırırdı ki, mən Peyğəmbərəm, günahım yoxdur, amma tövbə edirəm. Sizinki günahınız qat-qat çoxdur. Və çalışın, tövbəni yaddan çıxarın. Xüsusən Rəcəb ayında tövbə zikirlər daha çox tövsiyə olunur. İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam atasından nəql eləyir. Deyir, atam İmam Baqir dəfələrlə deyərdi, qəlb üçün günahdan pis bir şey yoxdur. Günah təkrarlandıqca qəlbə hakim kəsilir və onu xar edir. Bunun mənası budur ki, yəni haqq söz eşitmir. Bunun şahidi olmusunuz, müşahidə eləmişsiniz. Birdən insan o həddə çatır ki, yaxşı söz də desən qəbul eləmir. Onun xeyrinə söz desən yenə qəbul eləmir. Ona görə ki, qəlbini imam buyurur ki, qəlbini o qədər qaraldıb ki, o qədər pis işlərdən məşğuldur ki, artıq haqq söz deyəndə belə onu qəbul eləməklik ona çətin olur. Və bəzən də özünə bəraət qazandırır. O kim olub ki, bu da mənə söz deyərmiş. Bax görsən kim oldun ki, sənə xoşun gəlməyən insanlar səndə bir səhv axtarırlar. Səhv deməklik sənin xeyrinədir. Baxmayaq sən onu qəbul eləmirsən və sənin xoşuna gəlmir. Qəlbini qaraldaraq gətirib özünü o səviyyəyə çatdırmısan. İmam başqa bir hədisində bu cür buyurur. Şübhəsiz günaha batan insan ibadətlərində səhlənkarlıq olacaq. Bir zamanlar oruç tutardı, baxır artıq orucu yoxdur. Hətta Ramazan ayının orucunu tutmur. İbadətində səhlənkarlıq yaranır. Ramazan ayı çatır, tutmaq istəmir və özün üçün bəzi bəhanələr axtarır ki, xəstəyəm və bunun kimi digər əməllər. Bir haldakı müstəhəb oruçlardan əl çəkmirdi. Və bunu gətirib çıxardan nədir? Günahlarının müqabilindədir. Və ibadətində gətirib səhlənkarlığa çıxardır. Və bu səhlənkarlıq onu digər vacibatlardan da çəkindirəcək. Namazları vaxtında qılmayacaq. Sübhə vaxtında dura bilməyəcək, sübhünü qəzaya verəcək. Çünki öz əməllərində səhlənkarlıq edir. Ona görə buyurulur, bir iş görəndə Həzrət Əlidən hədis demiş. O saat peşmançılıq hissi keçir və özündən qəlbən narazılıq keçir. Allah eləməsin, sonra deyəsən ilahi,
öz ömrümü bugün sabah eləməkdən xar elədim. Əbu Sumali duasıdır, çox təsirli duadır və əxlaq alimlər tövsiyə edirlər, çalışın Əbu Sumali duasından istifadə edin. Sənin həyatında olmasın bu şeylər, amma bu duanı sanki Allaha bir yalvarış üçün denən. Dua bu cürdür, ilahi, öz ömrümü bugün sabah eləməkdən xar elədim. Və özümə söz verdim ki, ibadətlərdən məşğul olacam. Amma sən mənə yuxunu göndərdin və ibadət eləyə bilmədim. Günlərdir fikirləşirdim, tövbə məclislərində iştirak eləyəm. Amma iştirak eləmək əvəzinə mənə bəla göndərdin. Sənlə münacat eləməkdən məni məhrum elədin. Sonra cavabları özündə axtarır. Deyir, bəlkə mən öz bəndəçiliyimi unutduğuma görə mənə bu bəlanı göndərmirsən. Bəlkə mən sənə qarşı naşükürlük elədiyimə görə münacatın ləzzətini mənim əlimdən almısan. Bəlkə tutduğum əməllərə görədir ki, məni bu cür cəzalandırırsan. Amma İmam Səccad buyurur bu cür denən, mən peşman olub gəlmişəm. Nəinki səni aşağı bildiyimə görə deyil, səni yüngül tutduğuma görə deyil. Özün buyurursan ki, insan nadanlıq ucbatından günah edir. Mən nadanlığıma görə günah eləmişəm və gəlmişəm ki, məni bağışlayasan və tövbə eləməyə gəlmişəm. Günahın nə qədər çox olarsa, Həzrət Peyğəmbər buyurur, hətta göyə belə qalxsa, Allaha tövbə eləsən, Allah sənin tövbəni qəbul edəcəkdir. Şeytan Allah yaradanda, Adəmi Allah yaradanda şeytanla qarşı çıxdı. Adəm əleyhissalam Peyğəmbərə bu cür dedi, Allaha bu cür dedi. Dedi, bu ki şeytanı yarattın və insanları yolundan azdıracaq. Və bunun müqabilində mənim nəslimə nə verəcəksən? Dedi, sənin nəslinə o şeyi verəcəm ki, şeytan onları azdıranda tövbə eləsinlər. Adəm əleyhissalam ondan razı olmadı. Dedi, azdır. Digər şeylər də ver. Dedi, günah fikirləşəndə o günahı ki, yerinə yetirməyib, onun əməl dəftərinə qeyd eləməyəcəm. Adəm Peyğəmbər razılaşmadı. Dedi, yenə azdır. Dedi, savab iş fikirləşəndə nə qədər ki yerinə yetirməyib, mələkləri əmr edəcəm ki, ona o savabı yazın. Məsələn, qəlbində bir şey keçirir, kaş o imkan olaydı, o işi görəydim, amma hələ yerinə yetirməyib. O işin savabını deyir, əməl dəftərinə qeyd edər. Nə qədər günah iş görsə, gəlsin, yaxınlaşsın, peşmançılıq hissi görsün, onu bağışlayaram. Adəm Allaha dedi, indi səndən razılaşıram. Günah iş görmək bilirsiniz nəyə bənzəyir? İnsanın qəlbinə necə təsir qoyur? O iti bıçağı götürürsən, əti, yağı necə kəsər? Hədis buyurur ki, insanın mənəvi qidasını o cür kəsər, tullayar. İnsan mənəvi qida ala bilməz. İnsanın yaşayışında o ki, qidalara ehtiyac var, yoxsa insan yeriyə bilməz, yaşaya bilməz. İnsanın ibadətində də eynən o mənəvi qida lazımdır. Yemək qidasından bərabər mənəvi qida lazımdır. O olmasa, insan yaşayışından ləzzət apara bilməyəcək. Çalışacaq digər yerlərdə bir ləzzət aparsın. Onlar da keçici olduğuna görə yenə qalacaq belə. Ona görə buyurur, günah etdin, tövbə elə, qoyma o mənəvi qida kəsilib aradan geçsin. Bunun ilk mərhələsi nədir? Biz keçən dəfə bu barədə danışmışdıq. Peşmançılıq hissi, tövbənin ilk əlaməti. Bəzi alimlər tövbəyə bu cür tərif edir. Deyir, tövbə nədir? Bir dənə ən gözəl cavabı var.
ən gözəl cavab budur ki, gərək peşman olasan. Hərdən bizə verilən suallar budur. Mən tövbə eləmək istəyirəm, necə edeyim? Deyirsən, peşman olsan kifayət elə. Deyir, bunun namazı, qüsulu, belə bir şey yoxdur, ehtiyac yoxdur. İmam Sadiq əleyhissalam bir gün bir müşkülə düşür. Yanında bir sahabəsi olur. Əlini açır göyə, deyir, ilahim, o müşkülüm həll olsun, mən sənə ən layiqli şəkildə şükür edəcəm. Biraz keçəndən sonra imam ki, qeybdən xəbəri var idi. Onun müşkülatı həll olur. Əlini açır, deyir ki, əlhamdülillah Rabbil aləm. Sahabə təəccüb edir. Deyir, bayaq mən eşitdim, deyir, ən layiqli formada şükür edəcəm. Siz bunu mu qəsd edirdiniz? Deyir, məgər bundan gözəl şükür var. Günahdan tövbə eləmək də bu cürdür. Baxın, Məfatihul Cinana. Tövbəyə bir dənə zikir qoy. Əstəğfirullah və əsəluhu tövbə. İlahi, istəyirəm səndən məni bağışlayasan. Bir günah iş görəni deyir, peşman ol. Və Allahdan bu cür danış, deyir, mən digərlər kimi deyiləm. Çalış, deyir, sədəqə ver. Öz gördüyün pis işin əvəzini yaxşılıqdan əvəz elə. Və Allah görsün ki, sən etdiyin günaha görə bir narahatsın, sədəqə ilə əvəz elədin. Sədəqə yoxdur, Peyğəmbər buyurur, xoş bir təbəssüm göstər din qardaşına. Günah iş gördün, bir din qardaşına zəng vur, axtar, denən olar səndən bir məclisdə oturun, bir söhbət edin. Ona nəvaziş elə, ona xoş rəftar yarat. Və Allaha deyirəm ki, bunu eləməkdə məqsədim bayaq gördüyüm pis işin əvəzi üçün bunu eləyirəm. Və bildirmək istəyirəm ki, mən sənin qarşında elədiyim bu hərəkətə görə peşmanam. O peşmançılığın məni vadar edir ki, yaxşı işlər görəm. Və bunun kimi nə qədər yaxşı işlər əlindən gəlir, onu yerinə yetir. Demək, insanın ilk görəcəyi iş budur ki, hədis bizə bu cür deyir. Gərək gördüyün işlərdən peşman olasan.